18 ya 20 neçə yaşı var idi. Sizə sual verirəm. Bir xanım onun evindən Peyğəmbər məscidinə qısa yoldur. O yolu gedəndə niyə 3 dəfə otursun? Yolu gedənə qədər 3 dəfə oturdu. Dedi, mən əl-üzü çəkin, mən oturum, dincimi alım, sonra gedim. 3 dəfə oturdu, durdu. Gəldi Peyğəmbərin qəbrinə, fəryad elədi. Ya əbəta, rufihat quvvəti, ata da tükənmişəm. Daha gücüm tükənib mənim. Və şəmu təbii ə'dai, düşmənlər mənə dil yarası vururlar. Ata, bilirsən mənə nə deyirlər? Deyirlər ki, mən Beytulmala əl uzatmışam. Mənə belə bir ittiham deyirlər. Vəl kəmədu qatili, deyirlər ki, mən deyirəm sənə, ya Rasulallah, qəm day məni öldürür. Mən görə bilmirəm əlini. Xanım Zəhra özündən şikayət eləyir, yox, çox səbirli adamdır. Deyir ki, mənim gözüm görür, əli dizin qucaqlayıb, Allah dostunu qərib görə bilmirəm. Bu qəm məni öldürür, əlinin qəmi, ümmətin qəmi. Ya Rasulallah, sənə bir xəbər verim. Xəbərim var ki, Əli küçədə cəmaata salam verir, cavabını vermirlər. Salam verir, əleyhissalam demirlər. Zeynəb deyir, anam məsciddən qayıtdı, üzü qibliyə dayandı. Ürəyim sevindi, dedim, anam şəfası üçün dua eləyəcək. Qız da deyir, sevindim ki, xəstədir, dua eləyəcək, şəfa tapsın. Hazırlaşdım, amin deyəm. Deyir, gördüm, anam dayandı, üzü qibliyə. Atam da oturub bir küncdə dizin qucaqlayıb. Deyir, işarə elədi, Allah, sən and verirəm o evin küncündə oturan qərib Əlinin haqqına. Həccil vəfati səriya, öldür məni, mən Əlini belə görə bilmirəm. Day, öldür məni, yorulmuşam bu dünyadan.